Allah öldürdü məni. Hazırsan? Hə, Tamam. Ayrı taktuk əsli eləməyəcək ki, keçirik sənə. hə, yox. Ay, yazıq rejissorlar nə zulm çəkirmiş Allah. Şey, al, mən al ki, Hələ mikseri saxla. Bir o bax birinci belə deyirsən. Peçenyəni birini götür gətir ekrana. Denən ki, bax bu peçenyenin reseptini sizə deyirəm. Bax bura nə əlavə eləmişəm. Un, yağ, nə qədər, potom da onu bastırırsan zad eləməyə, də qarışdırmağa. gördüyünüz bu peçenyenin resepti üçün bizə lazımdır 200 qram yağ. 200 qram yağ koymuşam. 2 yumurta. Mən biraz səhvi onda elədim ki, mən əvvəlcə yağla pesoku çalmalıydım. Mən yumurtanı da vurdum. Eybi yoxdur, fərq etməz. Fərq etməz. Bax, bu peçenya üçün 200 qram yağ, 150 qram pesok. Ya varsa pudra, 150 qram pudra vurursunuz. 2 yumurta, yarım çay qaşığı ya bir paçkada, məndə indi belə vanilindi. Deyirəm, birdən tünd olar. Belə vanildir. Yarım çay qaşığı, bir paçka, o pesokla qarışıq olan zəif olur. Bir paçka vanilin, yarım paçka qabartma tozu. Vurursunuz, bunu mikserlə çalırsınız. Bu da qabartma tozu. Bunu çalırsınız. Burada sansa zəhmət olmasa resepti təkrar paylaş. Hə? Rəvar, zəhmət olmasa resepti paylaş. Hə. Demək. Bunu da. Hə. 2 yumurta, vanil 1 paçka, yarım paçka, yox 2 yumurta, vanil 1 paçka, yarım paçka qabartma, 200 qram yağ, 150 qram şəkər, xəmirin yarısına 1 çay qaşığı kakao. Bu arada qızlar, əvvəlcə yağla onu umac elirsən də yəqin. Xəmirin yarısına da qarışıq kakao eləyim. Yox, kakaonu boş ver.